Kenya və Tanzaniya sərhədində bir göl uzun illərdir ki, qeyri-adi görünüşü və onunla bağlı bəzi hadisələr sayəsində turistlərin diqqətini cəlb etməyi bacarıb. Bu göl dünyanın ən gözəl göllərindən biri ola bilərdi, lakin ilk dəfə fotoqraf Nick Brandt tərəfindən kəşf edilən ölümcül gücü sayəsində göl tükürpədici dəhşət yaradıb. Ətrafındakı heykəllər elə təəssürat yaradır ki, ölü və ya daşlaşmış heyvanlar onsuz da qorxunc su hövzəsinin dincliyini qoruyurlar. 2011-ci ildə fotoqraf Nick Brandt Afrikanın şərq bölgəsinə səyahət etdi. Onun marşrutu Tanzaniyadakı Natron gölündən keçirdi. Vəhşi təbiət fotoşəkilləri üçün mükəmməl mənzərə olduğunu düşündüyü şey heyvan məzarlığı oldu. Fotoqraf gölün ətrafında ilk dəfə ölü və ya daşlaşmış heyvanları görəndə tamamilə şoka düşüb. Brandt vətəninə qayıtdıqdan sonra Natron gölünün fotoşəkillərini nəşr etdi və onu dağılmış torpaqlar boyunca adlandırdı. Şəkillər həyatı və onun yoxluğunu eyni zamanda təsvir edir. Gölə rast gələn kimi həyatları qəfil bitən heyvanlar və quşlar. Fotolar dərc edildikdən sonra qəzet başlıqları ətrafındakı bütün canlıları öldürdüyü iddia edilən Natron gölü ilə bağlı dəhşətli xəbərlərlə dolub. Alimlər göldəki ölümləri elmi biliklərdən istifadə edərək izah etməyə çalışıblar. Məlum olub ki, daşlaşmaya səbəb göldəki suyun tərkibi və qələviliyin yüksək olması olub. Bu, su hövzəsində ölçüyə gəlməz miqdarda soda, duz və maqnezit, eləcə də vulkanik kül bir-birinə qarışıb və buna görə də belə ölümcül xüsusiyyətlər əldə edib. Bu, həm də göldən su içən heyvanların orqanlarını zədələyən yosunların və spesifik bakteriyaların inkişafı üçün əlverişli mühitdir. Natron gölündəki su bəzən duzlu mühitdə inkişaf edən yosunlar səbəbindən qırmızıya çevrilir. Suyun bu qırmızı rəngini hətta kosmosdan da görmək olar. İsti yay aylarında gölün temperaturu 60 dərəcəyə çatır, qələvilik göstəricisi 9-12 pH hüdudlarında dəyişir. Bu, demək olar ki, ammoniakla eyni sıradadır. Natron gölündəki su buxarlananda geridə yüksək konsentrasiyalarda natron kristalları buraxır. Bu təbii kimyəvi natrium karbonatdır, əvvəllər qida sodası kimi tanınırdı. Yüksək konsentrasiyasına görə duz qalıqları istənilən cansız cisimləri, o cümlədən ölü heyvanları bərk daşlara çevirir. Yəqin ki, Gorgona meduzanın baxışlarından sonra bir anda daşa çevrilməyə bənzər bir mənzərə təsəvvür edirsiniz. Amma Natron gölündə heyvanların cəsədlərinin minerallarla örtülüb və bərkiyib daşa çevrilməsi bir müddət vaxt alır. Lakin həyat üçün təhlükəli olan belə bir yerdə yaşayışın olmadığını düşündükdə, kiçik flamingolar üçün bura cənnət məkanıdır. Kiçik flamingolar üçün 50 dərəcəyə və ya daha çox istiləşən qayalı adaları olan göl il boyu ideal çoxalma yeridir. Eyni zamanda su anbarından çıxan xoşa gəlməz qoxu yırtıcıları qorxudur. Kiçik flamingoların nəsli kəsilmək təhlükəsi ilə üzləşdikdən Natron gölü onların qorunması üçün böyük əhəmiyyət kəsb edir. Hətta belə bir toksik mühitdə sağ qalmaq üçün təkamül keçirmiş müəyyən balıq növləri də var. Göründüyü kimi izah olunmayan hadisələr insanları yalnız onlar haqqında danışmağa deyil, həm də həqiqətən qorxmağa vadar edə bilər. Kanala abunə olun, biliyinizi artırın.